Salam əziz dinləyicilər. Bugün mən sizə ruhlar aləmi rubrikasına çıxış edəcəm və bilirsiniz ki, ruhlar aləmi rubrikası öndə mən mövzular tərtib etmişəm və tərtib etdiyim mövzular üzrə də çıxışlar edəcəm. Bugün növbəti mövzumuz belə olacaq: ruhun yaranması haqqında nəzəriyyələr. İndi istəyirəm ki, bu haqda mən sizə məlumat verim. Ruhun yaranması haqqında nəzəriyyələr mövzusunda. Ruh anlayışı insanlığın tarixində ən çox müzakirə olunan və eyni zamanda ən sirli mövzulardan biridir. Hər bir mədəniyyət və din ruhu müəyyən bir mənada izah etmişdir. Ruh anlayışı insanın cismani bədənindən ayrılmaz və onun həyat və şüur mənbəyi kimi qəbul edilir. Bu mövzu fəlsəfi, dini və elmi baxış bucağından araşdırılmışdır. Ruhun yaranması haqqında əsas nəzəriyyələr sistemli şəkildə mən sizə təqdim edəcəm və tarixi və müasir yanaşmalar müqayisəli şəkildə təhlil olunacaq. Ruh anlayışı qədim zamanlardan bəri insan cəmiyyətində mövcud olmuşdur. Qədim sivilizasiyalarda bu belə deyək ki, ruh həyatın və ölüm sonrası mövcudluğun əsas elementi hesab olunurdu. Misir və Mesopotamiya mədəniyyətində ruh ölüm və həyat sonrası dünyaya keçid prosesində əsas rol oynayırdı. Misir mifologiyasında insan ruhu Ka və Ba kimi iki əsas hissəyə bölünürdü. Ka insanın canlılığını, Ba isə onun şəxsiyyətini ifadə edir. Qədim Yunan filosoflar ruhu təbiət hadisələrindən və insanın şuurundan ayrılmaz bir element kimi qiymətləndirmişdir. Platon ruhu üç hissəyə bölmüşdür: ağıl, cəsarət və arzu. Aristotel isə ruhu canlıların fəaliyyətin əsas prinsip kimi qəbul edərək, onu cismani bədənlə sıx bağlı bir enerji mənbəyi kimi təsvir etmişdir. Bu yanaşmalar ruhun həm metafizik, həm də təbii fenomen kimi anlaşılmasına imkan yaratmışdır. Xristianlıqda ruh Allah tərəfindən yaradılan və bədəndən ayrılmayan bir varlıq kimi qəbul edilir. Müqəddəs kitabda ruh insanın Tanrı ilə əlaqəsini təmin edən əsas element kimi təsvir olunur. Həmçinin ruh insanın əxlaqi və mənəvi seçimlərinə yönəldir. Xristian nəzəriyyəsinə görə ruh bədəndəki həyat boyu sınaqdan keçir və ölüm sonrası cənnət və ya cəhənnəm təcrübəsinə malik olur. İslam dinində ruh Allahın yaratdığı möcüzəvi bir varlıqdır. Quranda Ruhul Qudüs kimi adlandırılır və insanın yaradılmasında əsas rol oynayır. İslamda ruh cismani bədəndən müstəqil olmadan mövcud ola bilməz. Lakin ölüm zamanı bədəni tərk edir və axirətə yenidən cisimləşir. Ruh həmçinin insanın vicdan və əxlaq
mənbəyi kimi qəbul edilir. Hinduizm və Buddizm ruhu reinkarnasiya anlayışı ilə əlaqələndirir. Hinduizmə görə ruh ölümsüzdür və bir bədəndən digərinə keçərək həyatın dövrü prosesində iştirak edir. Buddizmdə ruh daha çox şuur və enerji kimi qəbul olunur və reinkarnasiya dövrü ilə əlaqələndirilir. Bu nəzəriyyələr ruhun cismani məhdudiyyətindən azad və zamanla dəyişən bir varlıq olduğunu deməli vurğulayır. Darwinizm nəzəriyyəsi Descartes tərəfindən əsaslandırılmışdır. Bu nəzəriyyəyə görə insan iki əsas elementdən ibarətdir. Cismani bədən və ruh. Ruh bədəndən ayrılmaz, lakin onun fəaliyyətinə təsir edən metafizik bir varlıqdır. Descartes ruhu düşüncənin və şuurun mənbəyi kimi görürdü və onu maddi dünya ilə əlaqəli olmayan bir fenomen kimi təsvir edirdi. Materialist fəlsəfə ruhu yalnız maddi proseslərin nəticəsi kimi izah edir. Bu yanaşmaya görə şuur və ruh beyindəki kimyavi və elektrik fəaliyyətlərinin məhsuludur. Ruhun müstəqil bir varlıq kimi mövcudluğu qəbul olunur. Bu nəzəriyyə elmlə daha uyğun gəlir. Çünki neyrobiologiya və psixologiya ruh və şuurun maddi əsaslarını araşdırır. Monist nəzəriyyə ruh və bədəni eyni varlıq kimi qəbul edir. Papirsikizm isə şuurun yalnız insanlarda deyil, bütün təbiət varlıqlarında mövcud olduğunu irəli sürür. Bu yanaşmalar ruh anlayışına universal bir baxış gətirir və onu kosmosun fundamental xüsusiyyəti kimi təsvir edir. Neyrobiologiya ruh anlayışını şuur və beyin fəaliyyəti kontekstində araşdırır. Beyindəki neyronların fəaliyyəti şuur və düşüncə proseslərini formalaşdırır. Və burada bu yanaşmaya görə ruh beynin bir məhsulu kimi mövcuddur və onun bədəndən ayrılması mümkün deyil. Eksperimental tədqiqatlar beyindəki elektrik impulsları, sinir əlaqələri və hormonların ruh halına təsirini göstərmişdir. Bəzi alimlər ruhu kvant səviyyəsində izah etməyə çalışmışlar. Və bu nəzəriyyəyə görə şuur və ruh enerji forması kimi kvant sahəsində mövcud ola bilər. Bu yanaşma hələ də nəzəri mərhələdədir və eksperimental təsdiqi yoxdur. Lakin ruhun fiziki məhdudiyyətlərdən kənar ola biləcəyi ideyası dəstəklənir. Psixologiya ruh anlayışının insan daxili dünyası, şəxsiyyəti və emosional təcrübələri kontekstində araşdırır. Carl Jung'un kollektiv şuuraltı nəzəriyyəsi ruhun insanın şuuraltı təcrübələri ilə əlaqəli olduğunu göstərir. Bu yanaşma ruhu metafizik deyil, daha çox psixoloji bir fenomen kimi izah edir. Müasir fəlsəfə və elm ruh anlayışına müxtəlif baxışlar gətirir. Transhumanizm və süni intellekt tədqiqatlar ruh və şuurun texnologiya vasitəsilə köçülə biləcəyini irəli sürür. Eyni zamanda bioetika ruh anlayışının insan hüquqları, həyatın başlanğıcı və ölüm sonrası mövzularda əhəmiyyətini vurğulayır. Bu yanaşmalar ruhun həm elmi, həm də etik kontekstdə öyrənilməsinin vacibliyini göstərir. Ruhun yaranması haqqında nəzəriyyələr iki əsas qrupa bölünə bilər: metafizik və elmi.
Metafizik yanaşmalar ruhu müstəqil, ölümsüz və bədəndən ayrılmaz bir varlıq kimi qəbul edir. Dini və dualist fəlsəfi nəzəriyyələr buna misal ola bilər. Elmi yanaşmalar isə ruhu, beyin fəaliyyəti, enerji sahələri və psixoloji proseslər kontekstində izah edir. Hər iki yanaşma ruhun təbiətin fərdi, belə fərqli prizmalardan göstərir. Bu da insan təcrübəsinin çox şaxəliyini əks etdirir. İndi mən bütün rubrikalarda mənim mövzu haqqında çıxış edirəm və həmin mövzu tamamlayandan sonra bir nəticə verirəm. İndi əldə etdiyim nəticə belədir. Ruh anlayışı insan mədəniyyətində və elmi düşüncədə əhəmiyyətli yer tutur. Tarixi, dini, fəlsəfi və elmi yanaşmalar ruhun yaranmasını müxtəlif baxış bucağına izah edir. Ruhun təbiəti mənşə hələ də tam olaraq açıqlanmamışdır və bu, onun sirrini daha da maraqlı edir. Gələcək tədqiqatlar ruh anlayışını daha da dərindən araşdırmağa və insan şuurunun həqiqi təbiətini anlamağa kömək edəcəkdir. Əziz dinləyicilər, biz bununla da ruhun yaranması haqqında nəzəriyyələr mövzusu haqqında çıxış etdik. İndi növbəti mövzum belədir. Ruhun mərhələli inkişaf modeli. İnsan varlığın əsas komponentlərindən biri hesab edən ruh anlayışı tarix boyu müxtəlif elmi, dini və fəlsəfi sistemlərdə araşdırılmışdır. Ruhun yalnız statik bir varlıq deyil, inkişaf edən, dəyişən və kamilləşən bir mahiyyətə malik olduğu fikri bir çox düşüncə məktəblərinin mərkəzində dayanır. Ruhların mərhələli inkişafı modeli insanın daxili aləminin zamanla keçdiyi transformasiyanı, şuurun dərinləşməsini və mənəvi kamilliyə doğru yönəlməsini izah etməyə çalışır. Bu modeli əsasən ruh doğulduğu andan etibar müxtəlif inkişaf mərhələlərindən keçir. Hər mərhələ müəyyən psixoloji, əxlaqi və metafizik xüsusiyyətlərlə xarakterizə olunur. Ruhların mərhələli inkişaf modeli tarixi köklər, dini baxışlar, fəlsəfi izahlar və müasir psixoloji yanaşmalar kontekstində sistemli şəkildə təhlil edilir. Ruhun inkişaf ideyası qədim dövrlərdən mövcud olmuşdur. Məsələn, qədim şərq fəlsəfəsində ruh sabitliyi təkamül edən bir varlıq kimi qəbul edilirdi. Misir, Hind və Çin fəlsəfəsində ruhun həyat boyu və hətta ölüm sonrası mərhələlərdən keçdiyi fikri geniş yayılmışdır. Platonun fəlsəfəsində ruh ideal aləminə məxsusdur və cismani dünyada təcrübə toplayaraq kamilləşir. Aristoteles isə ruhu potensialdan aktuala doğru inkişaf edən bir prinsip kimi izah edirdi. Bu yanaşmalar ruhun inkişafının mərhələli və məqsədyönlü olduğunu göstərir. Orta əsr İslam fəlsəfəsində xüsusilə İbn Sina və Əl-Farabi kimi mütəfəkkirlər ruhun inkişafını intellektual və mənəvi kamilliklə əlaqələndirmişlər. Bu baxışlara görə ruh, bilik və əxlaq vasitəsilə yüksəlir. Ruhun mərhələli inkişafı modeli adətən aşağıdakı əsas mərhələləri əhatə edir. Birinci, ilkin instinktiv mərhələ. İlkin mərhələ. İkinci, şuurun oyanış mərhələsi. Üçüncü, mənəvi əxlaqi inkişaf mərhələsi. Dördüncü, özünü dərk və daxili transformasiya mərhələsi. Beşinci, kamillik və ali şuur mərhələsi. Bu mərhələlər bir-birindən sərt şəkildə ayrılmır. Əksinə, qarşılıqlı keçidlər və
paralel inkişaflar kimi mümkündür. Hər mərhələ ruhun müəyyən potensialının reallaşması ilə xarakteriz olunur. Bu mərhələ ruhun inkişafının başlanğıc nöqtəsidir, əsasən bioloji instinktlərlə əlaqəlidir. İnsan həyatının erkən dövrlərində ruh daha çox yaşamaq, təhlükədən qorumaq və əsas ehtiyacları ödəmək üzərində fokuslanır. Əlbəttə ki, burada ruhun xüsusiyyətlərinin də xüsusi rolu vardır. Ruhun xüsusiyyətləri aşağıdakılardan ibarətdir. Güclü instinktiv davranışlar, şuurun məhdud olması, mənəvi dəyərlərin zəif inkişafı, egosentrik baxış. Psixoloji baxımdan bu mərhələ Freydin anlayışı ilə uyğunluq təşkil edir. Ruh hələ özünü dərk etmir və əxlaqi məsuliyyəti zəifdir. Bu söylədiyim fikirlər ilkin instinkt mərhələyə aiddir və ikinci biz dedik ki, şuurun oyanış mərhələsi. Bu mərhələdə insan öz mənini dərk etməyə başlayır. Ruh artıq yalnız instinktlərlə deyil, sosial münasibətlər və ətraf mühitin təsiri ilə formalaşır. Şəxsiyyətin təşəkkülü bu mərhələnin əsas xüsusiyyətləridir. Bu mərhələnin əsas cəhətləri isə bunlardır. Özünü digərlərini ayırt etmək, sosial normalların mənimsənilməsi, empati və ilkin məsuliyyət hissi, düşünmə və analiz buzağının artması. Bu mərhələ insanın ruhən formalaşmasında kritik rol oynayır. Burada insan seçim etməyi və nəticələr cavabdeh olmağı öyrənir. Növbəti mərhələ mənəvi əxlaqi inkişaf mərhələsidir. Bu mərhələdə ruh artıq yalnız fərdi maraqlarla deyil, universal dəyərlərlə əlaqələnir. Ədalət, vicdan, mərhəmət və doğruluq kimi anlayışlar ruhun əsas istiqamətlərinə çevrilir. Dini sistemlərdə bu mərhələ lövhə, dini sistemlərdə bu mərhələ iman, əxlaq və tövbə ilə bağlıdır. İslam fəlsəfəsində bu mərhələ nəfs-i ləvvamə anlayışı ilə uyğun gəlir. İnsan öz səhvlərini dərk edir və daxili mübarizə yaşayır. Və bu mərhələ xüsusiyyətləri vicdanın güclənməsi, yaxşı və pisin şuurlu seçimi, mənəvi məsuliyyət, daxili konfliktlərin artması məsələsidir. Bu mərhələ ruhun inkişafında dönüş nöqtəsi hesab edilir. Növbəti mərhələ özünü dərk və daxili transformasiya mərhələsidir. Bu mərhələ ruhun dərin introspeksiya mərhələsidir. İnsan həyatının mənası, varlığın məqsədi və öz daxili mahiyyəti üzərində düşünməyə başlayır. Ruh artıq xarici təsirlərdən daha az asılı olur. Bu mərhələnin əsas xüsusiyyətləri isə daxili sakitlik axtarışı, maddi dəyərlərdən qismən uzaqlaşma, özünü tanıma və qəbul etmə, mənəvi intizamdır. Sufizmdə bu mərhələ nəfs-i mülhimə və yaxud da nəfs-i mutmainnə səviyyələrlə əlaqələndirilir. Ruh daxili harmoniya tapmağa başlayır. Növbəti mərhələ kamillik və ali şuur mərhələsidir. Ruhların mərhələ inkişafı modelin ən yüksək səviyyəsi əlbəttə ki, kamillik mərhələsidir. Bu mərhələdə ruh egoizmlə azad olur və universal şuurla vəhdət hissi yaşayır. İnsan yalnız öz xeyri deyil, bütün varlığın rifahını düşünür. Bu mərhələnin əsas xüsusiyyətləri dərin mənəvi müdriklik,
şərtsiz sevgi və istiqamət, daxili azadlıq, ruhani liderlik qabiliyyətidir. Bu mərhələ Buddizmdə nirvana, sufizmdə fəna və bəqa anlayışları ilə izah olunur. Ruh öz inkişaf yolunun zirvəsinə çatır. Bəzi fəlsəfi və dini sistemlərə görə ruhun inkişafı tək bir həyatda məhdudlaşmır. Reinkarnasiya nəzəriyyəsinə əsasən ruh müxtəlif həyatlarda təcrübə toplayaraq mərhələ şəkildə kamilləşir. Bu yanaşma xüsusilə Hinduizm və Buddizmdə geniş yayılmışdır. Burada ruhun hər yeni bədəni əvvəlki mərhələdə əldə etdiyi inkişaf səviyyələrinə uyğun gəlir. Müasir psixologiya ruh anlayışını birbaşa metafizik məna ilə deyil, şuur və şəxsiyyət inkişafı kimi izah edir. Maslow'un ehtiyaclar iyerarxiyası və özünü gerçəkləşdirmə konsepsiyası ruhların mərhələ inkişaf modelinə paralel izah təqdim edir. Transpersonal psixologiya isə ruhani təcrübələri və ali şuur hallarını elmi şəkildə araşdırmağa çalışır. Ruhların mərhələ inkişaf modeli müxtəlif sahələrdə fərqli formalarda izah olunsa da, ortaq cəhət inkişaf, transformasiya və kamillik ideyasıdır. Tənqidçilər bu modelin empirik sübutlarının zəif olduğunu qeyd etsələr də, onun insanın daxil təcrübəsini izah etməkdə güclü konseptual çərçivə təqdim etdiyi qəbul olunur. Hər bir mövzu kimi bu mövzunu da yekunlaşdırdım. İndi onun nəticəsini sizə nəzərinizə çatdırmaq istəyirəm. Nəticə. Ruhların mərhələ inkişafı modeli insanın daxili aləminin təkamülünü izah edən əhatəli və çox şahilə yanaşmadır. Bu model ruhun sabitdir, dəyişən və kamilləşən bir varlıq olduğunu göstərir. Dini, fəlsəfi və psixoloji baxışların sintezi ruhun inkişafını daha dərindən anlamağa imkan verir. Bu yanaşma insanın yalnız bioloji deyil, mənəvi varlıq olduğunu da bir daha təsdiqləyir. Bununla da mən burada ruhların mənəvi inkişaf modeli haqqında növbəti mövzumu tamamladım. İndi isə gəlin başqa bir mövzu haqqında danışaq. Mövzumuzun adı belədir. Ruhlar aləmin çoxqatlı quruluşu. Bu haqda mən fikirlər söyləyim. İnsan varlığının metafizik ölçülərini anlamağa yönəlmiş əsl qədim və dərin suallardan biri ruhlar aləminin mahiyyəti və quruluşu ilə bağlıdır. Tarix boyu müxtəlif sivilizasiyalar, dinlər və fəlsəfi məktəblər ruhların yaşadığı aləmin təkölçülü deyil, çoxqatlı və yaxud da hiyerarxik quruluşa malik olduğunu irəli sürmüşlər. Ruhlar aləmi çoxqatlı quruluşu anlayışı varlığın yalnız maddi dünya ilə məhdudlaşmadığını, daha incə görünməz və metafizik qatların mövcudluğunu qəbul edən konseptlər bir model olduğunu göstərir. Bu modelə əsasən kainat müxtəlif varlıq səviyyələrindən ibarətdir və hər səviyyə müəyyən şuur, enerji və mənəvi dərəcə ilə xarakterizə olunur. Ruhlar bu qatlar arasında inkişaf edir, təcrübə toplayır və mənəvi kamiliyyət doğru hərəkət edir. Ruhlar aləmi çoxqatlı quruluşu tarixi, dini,
fəlsəfi və müasir yanaşmalar əsasında ətraflı biz təhlil edək. Ruhlar aləmi anlayışı ilkin olaraq insanın ölüm, yuxu, trans və mistik təcrübələri müşahidə etməsi nəticəsində formalaşmışdır. Qədim insan üçün ruh bədəni tərk edə bilən, görünməz, lakin real təsir gücünə malik varlıq idi. Bu müşahidələr ruhun maddi dünyadan kənar bir məkanda mövcud ola biləcəyi fikrini doğurmuşdur. Qədim Mesopotamiya, Misir və Hind sivilizasiyalarında ruhların yaşadığı müxtəlif aləmlərdən bəhs edilir. Bu mədəniyyətlərdə ölüm sonrası həyat sadə bir vəziyyət deyil, mərhələli və çox qatlı proses kimi təsvir olunur. Ruhun hansı qata düşməsi onun dünyavi həyatdakı əməlləri və mənəvi səviyyəsi ilə əlaqələndirilir. Fəlsəfi baxımdan çoxqatlı quruluş ideyası varlığın iyerarxik təbiətinə əsaslanır. Platonun ideyalar aləmi, Aristotelin forma və maddə anlayışı bu yanaşmanın ilkin formalarıdır. Platon maddi dünyanı ideyalar aləminin kölgəsi kimi qəbul edirdi ki, bu da varlığın ən azı iki qatlı olduğunu göstərir. Yeni Platonçuluqda bu fikir daha da inkişaflaşdırılmışdır. Platona görə varlıq birdən başlayaraq ağıl, ruh və maddi qatlara doğru enir. Burada ruhlar aləmi maddi dünya ilə ali metafizik prinsip əsasında vasitəsi rol oynayır və özə daxili qatlara bölünür. İslamda ruh aləmi tək səviyyəli deyil, Quran-ı Kərim və İslam fəlsəfəsində ruhlar aləmi bərzəx, axirət kimi müxtəlif metafizik mərhələdən bəhs edilir. Ruhun ölüm sonrası vəziyyəti onun imanına və əməllərinə görə müəyyən olunur. Sufi təlimlərində ruhlar aləmi daha incə şəkildə qatlara bölünür. Nasud, mələkut, cəbarut və lahud anlayışları varlığın müxtəlif metafizik səviyyəni ifadə edir. Ruh bu qatlar arasında yüksələrək ilahi həqiqətə yaxınlaşır. Xristian teologiyası ruhlar aləmi cənnət, cəhənnəm və purgatoriya, yəni təmizləmə mərhələsi kimi qatlara ayrılır. Bu bölünmə ruhun əxlaqi vəziyyətinə əsaslanır. Ruhun kamillik dərəcəsi onun hansı aləmdə mövcud olacağını müəyyən edir. Hinduizm, Buddizm və kainat çoxsaylı aləmlərdən ibarətdir. Loka və Bardo anlayışları ruhun ölüm və yaxud da yenidən doğuluş arasındakı mərhələlərini təsvir edir. Burada ruhun yerləşdiyi qat onun karmasına uyğun olaraq dəyişir. Ezoterik təlimlər ruhlar aləmi əsasən enerji və şüur səviyyələri kimi izah olunur. Teosofiyada 7 qatlı kainat modeli mövcuddur. Fiziki, astral, mental, səbəb, buddihi və atmik səviyyələr. Ruh bu qatlar arasında inkişaf edir və hər qat daha incə vibrasiya ilə xarakterizləşir. Mistikaya görə insan yalnız fiziki bədənlə məhdudlaşmır, onun astral və mental bədənləri də vardır. Ölüm zamanı ruh fizik qatı dərk edir və daha incə qatlarda mövcudluğunu daim etdirir. Astral qat ruhlar aləmi ən çox təsvir olunan səviyyələrindən biridir. Bu qat maddi dünya ilə daha ali metafizik qatlar arasında keçid rolunu oynayır. Yuxular, astral səyahət və ölümə yaxın təcrübələr bu qatla əlaqələndirilir. Astral aləmdə ruhlar emosional vəziyyətlərə uyğun mühitlərdə mövcud olurlar. Bu səbəbdən astral qat sabit deyil və ruhun daxili vəziyyətlərə görə dəyişkəndir. Mental qat düşüncə və ideyanın dominant olduğu səviyyədir. Burada ruh artıq emosional bağlıqdan xeyli azad olur. Səbəb qat isə ruhun əsas mahiyyətinin yeni təcrübələrin yaddaşının saxlandığı səviyyə hesab olunur. Bu qatlar ruhlar daha yüksək şüur vəziyyətlərində olur. Maddi reallıqla əlaqələri zəifləyir. Kamilləşmiş ruhların əsasən bu səviyyələrdə mövcud olduğu iddia edilir.
Ali qatlar ruhlar aləmi ən yüksək mərtəbələrindəndir. Burada fərdin mən hissi zəifləri və ruh universal şuurla birləşir. Sufizm bu mərhələ fənə və bəqa anlayışları ilə ifadə olunur. Bu səviyyədə ruh artıq öyrənən deyil, bilən vəziyyətinə keçir. Zaman və məkan anlayışları əhəmiyyətini itirir və varlıq bütövlük halında dərk olunur. Çoxqatlı modeldə ruhlar aləmi təkcə məkan baxımından deyil, həm də iyerarxik baxımdan qurulmuşdur. Müxtəlif ruh növləri, bəsit ruhlar, inkişaf etmiş ruhlar, yüksək varlıqlar fərqli qatlarda mövcud olur. Bu, iyerarxiya, güc və hökmranlıq deyil, şuur və məsuliyyət səviyyəsinə əsaslanır. Yüksək qatlarda olan ruhlar aşağı qatlara rəhbərlik və yönləndirmə funksiyasını daşıyır. Müasir elmi ruhlar aləminin çoxqatlı quruluşunu empirik fakt kimi qəbul etmir. Müasir elm. Lakin transpersonal psixologiya və şuur tədqiqatları bu anlayışlar simvol və psixoloji modelə kimi araşdırır. Ölümə yaxın təcrübələr və dəyişmiş şuur halları ruhlar aləmi haqqında çoxqatlı təsvirlərin psixoloji əsaslarını araşdırmaq üçün materiallar təqdim edirlər. Ruhlar aləminin çoxqatlı quruluşu modeli insana məsuliyyət hissi aşılayır. Bu modellər görə insanın əməlləri yalnız dünyavi deyil, kosmik və metafizik nəticələr doğurur. Ruhun hansı qatda mövcud olacağı onun daxili inkişaf səviyyəsindən asılıdır. Bu yanaşma insanın öz üzərində işləməsini, mənəvi kamilliyə can atmasını təşviq edir və həyatın daha dərin mənəyə sahib olduğunu göstərir. Başqa mövzular kimi bu mövzunu da yekunlaşdırdım. İndi istəyirəm ki, bu mövzu haqqında nəticə deyim. Nəticə belədir. Ruhlar aləmi çoxqatlı quruluşu anlayışı insana varlıq haqqında düşüncəsinin ən dərin ifadələrindən biridir. Tarixi, dini, fəlsəfi və ezoterik yanaşmalar bu modelin universal xarakter daşıdığını göstərir. Bu konsepsiya ruhu statik deyil, inkişaf edən və müxtəlif səviyyələrdə mövcud olan varlıq kimi təqdim edir. Elmi baxımdan sübut olunmasa da, ruhlar aləminin çoxqatlı quruluşu modeli insanın mənəvi təcrübəsini izah etməkdə güclü konseptual çərçivə təqdim edir və insanın öz daxili aləmini dərk etməsinə töhfə verir. Hələlik bu qədər, sağ olun, gələn görüşlər.